Selamun aleyküm və rəhmətullah. Aleyküm salam. Falın hansı növləri icazəlidir? Məsələn, ulduz falına baxmaq olarmı? Çünki bəziləri deyir ki, Quranda ulduzlar barədə danışılır. Tariq ulduzluğunun və yaxud da başqa ulduzların adları çəkilir. Elhamdülillah olmaz ulduzlarla fala baxmaq. Ümumiyyətlə fal, ümumiyyətlə düzgün deyil. Şəriətlə düzgün deyil. Ona görə ulduz, bürclər, hansı bürcdəndir və ya ulduzlarla nəyəsə baxmaq olmaz. Olmaz, hələ etiqadda olmaz. Müsəlman etiqadı nədir? Müsəlman odur ki, Allah iman gətirib, onun Peyğəmbərinə göndərilmiş sonuncu. Həmçinin iman gətirəndən sonra bilir ki, hər şey Allah Taala əlindədir. Və bilir ki, Allah Taala hər şey qədərin olur. Sadəcə Allaha dua edir ki, ya Rab, xətadan, bəladan qoru məni. Biz bilmirik qədərdə nə yazılıb. Ona görə biz Allaha daima ehtiyaclıyıq. Daima ona dua edəcəyik. Daima ona təvəkkülləyəcəyik. Ondan kömək istəyəcəyik. Yönəldən də odur Allah Subhanahu taala. Vəssalam. Lazım deyil. Hansısa fal və s. hələ şeylər gedib, ulduza baxmaq. İnsan həyatı Allah Taala qədərdə yazıb. O ulduzla həyat qurulmur axı. Ona görə müsəlman o cür məsələlərə inanmamalıdır. Yəni Allah Subhanahu taala ulduzları 3 şeyə görə yaradıb. Həm cinləri qovmaq üçün, həm səmanı bəzədib, həm də qabaq karvanlar üçün yoldur. İstiqaməti göstərir. Qabaq dənizdə, karvanlar səhrada və s. Qabaq belə deyildi axı, təyyarə yox idi. Cəmaət yolla, ulduzlarla gedirdilər. Gecə, həmçinin nəinki biz, hətta heyvanlar. Heyvanlar üçün də. Çünki heyvanlar, məsələn, adı quşlar. Onlar demək olar ki, axşam uçurlar. Axşamlar, səhərlər yox. Səhərlər istirahət edirlər. Amma axşamlar onlar uçurlar. Necə gedirlər, necə tanıyırlar? Allah Subhanahu taala onları belə xəlq edib, ulduzları yolu göstərmək üçün. Aynındır. Qəribəsi odur ki, son zamanlar yayılıb Quranla fala baxmaq. El arasındadır. Adı Quran açdı. Belə deyirlər. Quranı açırlar. Yoxdur elə şey. Yoxdur. Quranda yazılmayıb ki, kimin danası hardasa itib, hansısa beşədə. Quran onun üçün gəlib. Yəni bu savadsızlıqdır. Və savadsızlıqdan da bəzi adamlar istifadə edir cəmaatın savadsız olmağından. Elə şey yoxdur. Quran Allahın kəlamıdır. Orada yazıb bizə ki, nə edək, nə etmək olar, nə etmək olmaz, nə əsasdır. Yazmayıb ki, kim danası harda etdi, aç bir dənə görüm və ya mənim həyatım necə olacaq. Olmaz elə şeylə inanmaq. Olmaz. Quran-ı Kərim onun üçün gəlməyib. Bəli. Allah razı olsun.